Bugünkü mövzumuz Almaniya 19-cu yüzilliyin birinci yarısında. 19-cu yüzilliyin əvvəllərində bir sıra Avropa dövlətlərindən fərqli olaraq Almaniya hələ də dağınıq haldaydı. Bilirik ki, 11-ci əsrdə İngiltərə və Fransa vahid mərkəzmiş dövlətə birləşmişdi. Hələ o dövrdən biz deyirdik ki, İngiltərə və Fransa vahid halda birləşsə də, Almaniya 19-cu əsrin ikinci yarısına qədər dağınıq halda qalmışdı. 1814-15-ci illərdə çağırılmış Viyana Konqresinin qərarı ilə Almaniya hələ də dağınıq haldaydı. Konqresin qərarına əsasən Almaniya İttifaqı təşkil edilmişdi. Deməli, 1814-15-ci il Viyana Konqresinin qərarına əsasən Almaniyanın parçalanmış halda qalması davam elədi. Eyni zamanda bu konqresin qərarı ilə Almaniya İttifaqı təşkil edilmişdi. Alman İttifaqına daxil olan dövlətlərdən iki güclü dövlət vardı. Bir Avstriya, bir də Prusiya. Deməli, Alman İttifaqına daxil olan dövlətlərdən vahid dövlət qura biləcək yalnız iki dövlət vardı. Bir Avstriya, bir də Prusiya. Lakin bu Alman İttifaqına daxil olan dövlətlər arasında ağalıq uğrunda mübarizə gedir və Almaniyanı zəiflədirdi. Yəni, Avstriya, Prusiya arasında gedən mübarizə Almaniyanı zəiflədirdi. Bu dövrdə daxil ticarəti genişləndirmək məqsədi ilə 1834-cü ildə daxil ticarəti genişləndirmək məqsədi ilə 1834-cü ildə Avstriya istisna olmaqla, yəni bütün Alman İttifaqında yox, Avstriya istisna olmaqla Alman İttifaqında gömrük sərhədləri ləğv edildi. Deməli, bütün Alman İttifaqında yox, Avstriya istisna olmaqla Alman İttifaqına daxil olan dövlətlərdə gömrük sərhədləri ləğv edildi. Bu isə nisbi inkişafa təkan verdi. Artıq dəmir yollarının çəkilməsi sənaye istehsalının həcmini artırmışdı. Buna baxmayaraq Almaniya hələ də İngiltərə və Fransadan geri qalırdı. Deməli, 34-cü ildə Alman İttifaqında gömrük sərhədləri ləğv edildi. Sənaye inkişaf eləsə də Almaniya hələ də İngiltərə və Fransadan geri qalırdı. Bu dövrdə kənd təsərrüfatında mülkədar torpaq sahibliyi üstünlüyü təşkil edirdi. Yəni, ölkənin bir hissəsində feodal qaydaları hökm sürürdü. Yalnız bəzi təsərrüfatlarda muzlu əməkdən istifadə edilirdi. Deməli, kənd təsərrüfatında əsas sahə mülkədar torpaq sahibliyi idi. Bəzi təsərrüfatlarda yalnız muzlu əməkdən istifadə edilirdi. Ölkənin şərqində, yəni Almaniyanın şərqində torpaqların böyük hissəsi feodalların mülkiyyətində idi. Yalnız Fransa ilə sərhəddəki Reynboy əyalətlərdə artıq feodal qaydalar ləğv edilmişdi və kapitalist münasibətlər inkişaf edirdi. Deməli, ölkənin şərqində feodal mülkiyyət formaları qalmışdı, yəni hələ feodalizm idi. Reynboy, yəni Fransa ilə sərhəd bölgələrdə isə artıq feodal qaydalar ləğv edilmişdi, kapitalist münasibətlər inkişaf edirdi. Eyni zamanda dağ mədən və kimya sənayesi sürətlə inkişafa başlamış. Deməli, həmin dövrdə ölkədə dağ mədən və kimya sənayesi sürətlə inkişafa başlamışdı. Bu dövrdə Almaniyanın vahid dövlətə birləşməsinə və iqtisadi inkişafına mane olan səbəblər vardı. Bir siyasi səbəblər var, bir iqtisadi səbəblər var. Siyasi səbəblərin içərisində deyə bilərik ki, Viyana Konqresinin qərarları, eyni zamanda siyasi pərakəndəlik, Alman İttifaqına daxil olan Avstriya-Prusiya arasında çəkişmələr Almaniyanın vahid dövlətə birləşdirməsinə mane olurdu. Amma buradan ən əsas vurğulayacağımız Fransanın Alman torpaqlarına qarşı işğalçılıq siyasəti, deməli Fransanın Alman torpaqlarına qarşı işğalçılıq siyasəti Almaniya birləşdirməsinə ən böyük əngəl idi. Deməli, Fransanın Alman torpaqlarına qarşı işğalçılıq siyasəti Almaniyanın birləşdirməsinə ən böyük əngəl idi. Bir də var, iqtisadi inkişafın qarşısına alan səbəblər. Bir, hələ də feodal qaydaların mövcud olması, ölkə daxilində çoxlu daxili gömrükxanaların olması, müxtəlif ölçü çəki pul sistemlərinin olması, kənd təsərrüfatında mülkədar torpaq sahibinin üstünü təşkil eləməsi. Deməli, Almaniyanın birləşdirməsinə mane olan amillər iqtisadi və siyasi amillərdir ki, iqtisadi amillərdə dedik ki, müxtəlif ölçü çəki sistemlərinin olması, çoxlu daxili gömrükxanaların olması, eyni zamanda hələ də feodal qaydaların mövcud olması, bir də kənd təsərrüfatında mülkədar torpaq sahibinin üstünü təşkil etməsi. Almaniyanın birləşdirilməsinə səbəb olan siyasi amillər. Ən böyük səbəb oydu ki, Fransanın Alman torpaqlarına qarşı işğalçı siyasət aparması. 1. Siyasi pərakəndəlik. 2. Viyana Konqresinin qərarları. 3. Bir də Alman İttifaqına daxil olan Prusiya və Avstriya arasında çəkişmələrin artması idi. 1848-49-cu ildə Almaniyada
burjua inqilabı başladı. Deməli 1849-cu ildə Almaniyada burjua inqilabı başladı. Burjua inqilabının başlaması əsas məqsəd 1. Feodal qaydaları ləğv eləməkdir. Yəni ölkədə feodal qaydaları ləğv eləmək, eyni zamanda da ölkəni birləşdirmək, vahid milli dövlət yaratmaq idi. Deməli 48-ci ildə burjua inqilabı başladı. Məqsəd ölkəni birləşdirmək, feodal qaydaları ləğv eləmək, vahid milli dövlət yaratmaq idi. İnqilabi qüvvələrin təzyiqi nəticəsində Prusiya daxil olmaqla bəzi Alman dövlətlərində 1849-cu ildə Ümumi-Alman parlamenti açıldı. Deməli, Prusiya daxil olmaqla bəzi Alman dövlətlərində 49-cu ildə Ümumi-Alman parlamenti açıldı. Parlamentdə deputatların əksəriyyəti Frankfurt-Main şəhərində vahid Almaniya imperiyasının yaradılması idəyəsini irəli sürdülər. Yəni, bəzi deputatlar Frankfurt-Main şəhərində dedilər ki, vahid Almaniya imperiyası yaransın. Parlament Almaniyanın birləşdirilməsi səlahiyyətini Prusiya kralına versə də, o, Avstriyanın təzyiqi ilə bundan imtina elədi. Deməli, 49-cu parlament açıldı. Bu parlamentdə deputatlar deyirdi ki, vahid Almaniya imperiyası yaransın. Almaniyanın birləşdirilməsi səlahiyyətində Prusiya kralına verdilər. Lakin Prusiya kralı Avstriyanın təzyiqi ilə bundan imtina elədi. Bununla da Almaniyanın vahid dövlətdə birləşdirməsi cəhdi baş tutmadı. Çünki Prusiya Avstriyasının ziddiyyətlər bunun həyata keçməsinə imkan vermədi. 49-cu ildə Ümumi-Alman parlamentinin qovulması ilə Almaniyadakı inqilab başa çatdı. Yəni, məğlub oldu, başa çatdı. Bu inqilabın ən böyük, ən əsas nəticəsi Prusiyada konstitusiyanın qəbul edilməsi idi. Deməli, 48-49-cu il inqilab məğlub olur. Məğlub olsa da ən əsas nəticəsi Prusiyada konstitusiyanın qəbul edilməsi idi. Amma Almaniyanın vahid dövlətə birləşdirilməsi baş tutmadı, bayaq dediyimiz kimi. 48-49-cu illər inqilabından sonra Almaniyada kapitalizmin inkişafı sürətləndi, eyni zamanda sənaye çevrilişi də başladı. Deməli, Almaniyada sənaye çevrilişi nə zaman başladı? 48-49-cu il burjua inqilabından sonra. Həm kapitalizmin inkişafı sürətləndi, həm də sənaye çevrilişi başlamışdı. Bundan sonra Almaniyanın qabaqcıl siyasi xadimlər başa düşürdülər ki, davamlı inkişafa nail olmaq üçün Almaniya vahid halda birləşdirilməlidir. O dövrdə parlamentli monarxiya olan, deməli, Prusiyanın idarə forması parlamentli monarxiya idi. Parlamentli monarxiya bu işi öz öhdəliyinə götürür. Prusiya kralı 1-ci Wilhelm 1862-ci ildə Otto von Bismarckı kansler təyin edir, yəni baş nazir. Deməli, Almaniyanın birləşdirilməsi məsuliyyətini Prusiya öz üzərinə götürür. Prusiya kralı 1-ci Wilhelm 62-ci ildə Otto von Bismarckı kansler, yəni baş nazir təyin edir. Otto von Bismarckın siyasətinin əsasını, yəni daxili siyasətin əsasını o deyirdi ki, ölkəni güc yolu ilə, dəmir və qanla birləşdirmək lazımdır. Deməli, Bismarckın daxili siyasətində o antiliberal siyasi xət yürüdürdü. O düşünürdü ki, parlamentli idarə sisteminə və demokratik azadlıqlara yer yoxdur. Yəni, parlamentli idarə sistemi və demokratik azadlıqlara qarşı idi. Antiliberal siyasi xət yürüdürdü. Eyni zamanda ölkənin güc yolu ilə, dəmir və qanla birləşdirilməsinin tərəfində idi. Ölkənin dəmir və qanla birləşdirilməsinin tərəfində idi. Həm də ki, Otto von Bismarck güclü bir ordu qurmuşdu. Onun xarici siyasətində Bismarck deyirdi ki, Almaniyanın əbədi dostu və düşməni yoxdur. Yəni, onun üçün əsas məqsəd Almaniyanın maraqlarıdır. Yəni, əsas mənafiidir də elə bir növ. Yəni, Almaniyanın əsasını Almaniyanın maraqları təşkil edirdi Bismarckın siyasətinin. Onun üçün davamlı dost və düşmənçilik yox idi. Əsas məqsəd Almaniyanın birləşdirilməsi idi. Almaniyanın birləşdirilməsində ilk öncə Avstriyanı Almaniyanın siyasi arenasına kənara çıxarmalı idi. Ona görə də Bismarck Avropa dövlətlərinin dəstəyini almağa çalışırdı. Dəstəyini ala bilməsə də onların bir tərəfdən nail olmaq istəyirdi. Yəni, ya Avropa dövlətlərini öz tərəfinə çəkməli idi. Çəkə bilmirdisə də onların bir tərəfdən nail olmalı idi. Elə Rusiya ilə belə yaxınlaşmışdı. Bismarck Rusiya ilə belə yaxınlaşmışdı. 19-cu əsrin 60-cı illərində Prusiya krallığı Almaniyanın birləşdirilməsinə başladı. Bu yolda Almaniyanın ən böyük
rəqibi, əngəli Avstriya, Fransa və Rusiya idi. Avstriya, Fransa və Rusiya idi. Avstriya, Fransa, bir də Rusiya idi. O, Avstriyanı Almaniyanın siyasi arenasına kənara çıxarmaqla Prusiyanın liderliyində Alman dövlətlərinin birliyini yaratmağı planlaşdırırdı. Dedi ki, güclü ordu quran Bismarck bu məqsədinə çatmaq üçün böyük dövlətlərin dəstəyini almağa, bu mümkün olmadıqda isə onların bir tərəflə nail olmağa çalışırdı. Elə ona görə də Bismarck Rusiya ilə münasibətləri yaxşılaşdırdı və birləşdirməyə başladı. İlk öncə Danimarka idi. Prusiya ordusu əhalisinin əksəriyyətini Almanlardan ibarət olan Danimarkadan 63-cü mübarizəyə başladı Danimarka ilə 1864-cü ildə. Bu mübarizədə Danimarka məğlub oldu və əksər əhalisini Almanlardan ibarət olan əraziləri geri aldı. Həmin ildə Prusiya, Danimarka və Avstriya arasında imzalanmış müqaviləyə görə Danimarka, Şlezvig və Holşteyni Prusiya və Avstriyaya verdi. Deməli, Prusiya 1864-cü ildə Danimarkanı məğlub elədi. Danimarka 64-cü ildə bağlamış müqaviləyə əsasən həm Şlezvig, həm də Holşteyni Prusiya və Avstriyaya verdi. Bundan sonra, bu müqavilədən sonra Avstriya-Prusiya arasında münasibətlər gərginləşdi. Çünki Danimarkanın əlində olan iki Alman hersoqluğu olan Şlezvig və Holşteynin Prusiya tərəfindən tutulması Avstriyanın narazılığına səbəb oldu. Eyni zamanda Şlezvig və Holşteyn üzərində ərazi iddialar var idi ki, idarə edilməsində narazılıq var idi. Alman İttifaqı daxilində Prusiyanın nüfuzunun artması, yəni Prusiyanın nüfuzu artırdı deyə Avstriya buna narazı idi. Ona görə də bunlar arasında mübarizə başladı. Avstriya ilə müharibə baş verərdisə əgər, Fransanın Reyn boyundan Prusiyaya hücum etməyəcəyində təminat yox idi. Ona görə də Prusiya buna narazı idi, narahat idi. Elə ona görə 3-cü Napoleonla danışıqlar apardı və Fransa Avstriya-Prusiya müharibəsində bitərəf qalmağa razı saldı. Deməli, 64-cü Danimarkanı məğlub elədi. 66-cı ildə Avstriya mübarizəyə başladı. Lakin Avstriya mübarizəyə başlamadan əvvəl Fransanın bitərəfliyə nail oldu. 66-cı ildə Fransa və Prusiya arasında, daha doğrusu Prusiya və Avstriya arasında Sadova döyüşü baş verdi. Bu döyüşdə müharibəyə yaxşı hazırlaşmış Prusiya ordusu qalib gəldi. Bu zaman Bismarck'ın Prusiya kralının Viyananı tutmaq istəyinə qarşı çıxdı. Yəni Bismarck Prusiyanın Viyananı tutmaq istəyinə qarşı çıxdı. Çünki o düşünürdü ki, Fransa ilə yeni müharibə ərəfəsində Avstriya tamamilə sıradan çıxarsa, Avropada güc tarazlığı pozular, bu da Prusiyanın zərərinə ola bilər. 66-cı ildə Avstriya-Prusiya arasında müqavilə imzalandı. Bu müqavilənin şərtlərinə əsasən Avstriya, Şlezvig və Holşteynin Prusiyaya verilməsinə razı oldu. Alman İttifaqına son qoyuldu. Bu dəfə də Şimali Alman İttifaqı yaradıldı. Və Prusiyanın birləşdirilməsinə ən böyük əngəllərdən biri olan Avstriya sıradan çıxdı. Və Prusiya krallığı əldə etdiyi üstünlükdən daha da gücləndi. Deməli, 66-cı il Prusiya-Avstriya müqavilə imzalandı. Şlezvig-Holşteyn Prusiyaya verildi. Alman İttifaqı dağıldı. Şimali Alman İttifaqı yaradıldı. Deməli, Alman İttifaqı yaranmışdı 1815, dağıldı 1866. Yerində yarandı Şimali Alman İttifaqı. Artıq bu ittifaqın tərkibində artıq Avstriya yox idi. Şimali Alman İttifaqına daxil olan Alman dövlətləri daxili müstəqillərini saxlamışdı. Lakin həm xarici siyasətdə, həm də hərbi məsələlərdə Prusiyadan asılı haldaydılar. Deməli, Şimali Alman İttifaqına daxil olan dövlətlər daxili müstəqilliyini saxlasa da, xarici siyasətdə və hərbi məsələlərdə Prusiyadan asılı idilər. Şimali Alman İttifaqına üzv olan dövlətlərin nümayəndələrindən ibarət Reichstag quruldu, yəni məclis çağırıldı. 67-ci ildə Şimali Alman İttifaqının vahid konstitusiyası qəbul edildi. Deməli, 67-ci ildə Şimali Alman İttifaqının vahid konstitusiyası qəbul edildi. İndi bura qədər bir dəfə də deyək. Dedi ki, 19-cu əsrin birinci yarısında Almaniya dağınıq haldaydı. Viyana Konqresinin qərarından sonra hələ də dağınıq haldaydı. Viyana Konqresindən sonra Alman İttifaqı yaradılmışdı ki, bu ittifaqda iki əsas güclü dövlət vardı. Biri Avstriya, bir də Prusiya. 34-cü ildə Avstriya istisna olmaqla Alman İttifaqında gömrük sənədləri ləğv edilmişdi.
48-49-cu il Almaniyada burjuya inqilabı baş verdi. Məqsəd ölkəni birləşdirmək, vahid milli dövlət yaratmaq, eyni zamanda feodal qaydanı ləğv eləməkdir. Lakin burjuya inqilabı məğlub oldu, yatırıldı. 48-49-cu il burjuya inqilabından sonra kapitalizmin inkişafı sürətləndi, sənaye çevrilişi də başladı. 62-ci ildə Otto von Bismarck Almaniyanı birləşdirməyə başladı. İlk zərbə 64-cü Danimarkaya vuruldu. Danimarka məğlub oldu. Şlezvig və Holşteyni Avstriya və Prusiyaya verdi. 66-cı ildə Avstriyanı məğlub elədi Sadova döyüşündə. 66-cı ildə Alman İttifaqı dağıldı, yerində yarandı Şimali Alman İttifaqı. Şimali Alman İttifaqına daxil olan dövlətlər daxili müstəqilliklərini saxlasa da, xarici siyasətdə, hərbi məsələlərdə Prusiyadan asılı halda idilər. 67-ci ildə Şimali Alman İttifaqının vahid konstitusiyası qəbul olundu. Bundan sonra Almaniyanın birləşdirilməsində qarşıda yeganə əngəl Fransa idi. O dövrdə bilirik ki, Fransada 2-ci imperiya dövrü idi. Louis Napolyon, yəni 3-cü Napolyon, Fransa sərhədləri yaxınlığında, Reyn çayının şərqində güclü Alman dövlətinin qurulmasına imkan verməmək üçün Prusiya ilə müharibəyə başladı. 1870-ci ildə Fransa və Prusiya arasında Sedan döyüşü baş verdi. Bu döyüşdə Prusiya həlledici qələbə qazandı və vahid Almaniya dövlətinin yaradılmasında əsas əngəl olan Fransa aradan qaldırıldı. Bununla da Fransanın Avropadakı üstünlüyünə son qoyuldu. Deməli, biz bilirik ki, Fransa Avropada üstünlüyə nail olmuşdu 1648 Vestfaliya, yəni 30 illik müharibədən sonra. Fransanın Avropadakı üstünlüyünə son qoyuldu 1870-ci Sedan döyüşündən sonra. 71-ci il yanvar ayının 18-də Almaniya, yəni Prusiya, Parisin Versal sarayında keçirilən təmtəraqlı məclisdə Prusiya kralı 1-ci Wilhelm imperiya tacını qəbul edir və beləliklə Almaniya imperiyasının yaradılması rəsmən elan olunmuşdu. Bununla da Almaniyanın birləşdirilməsi prosesi başa çatdı. Almaniya imperiyasının konstitusiyası qəbul olundu. 1-ci Wilhelm imperator, Bismarck isə kansler, yəni baş nazir elan olunmuşdu. Deməli, 70-ci Sedan döyüşü, Fransa məğlub oldu, Avropadakı üstünlüyünə son qoyuldu. 71-ci yanvar ayının 18-də Versal sarayında Prusiya kralı 1-ci Wilhelm imperiyanın tacını qəbul edir. Almaniya imperiyasının yaradılması rəsmən elan olunmuşdu. Daha sonra Almaniya imperiyasının konstitusiyası qəbul olundu. Wilhelm imperator, Bismarck isə baş nazir olmuşdu. 1871-ci ildə Fransa ilə Almaniya arasında Frankfurt müqaviləsi imzalanır. Frankfurt müqaviləsinin şərtlərinə görə Fransa əhəmiyyətli daş kömürlə zəngin olan həm Elzas, həm də Lotaringiya vilayətlərini Almaniyaya verdi. Elzas, bir də Lotaringiyanı Almaniyaya verdi. Fransa müharibə təzminatı kimi 5 milyard frank təzminat ödəməkdir Almaniyaya. Hətta Fransa bu təzminatın ödənilməsinə qədər şimal vilayətlərini Almaniyanın nəzarəti altında qalmalı idi. Deməli, Fransa 5 milyard frank təzminat ödəməli idi. Təzminatı ödəyənə qədər Fransanın şimalı Almaniyanın nəzarəti altında qalmalı idi. İndi baxaq 19-cu əsrin sonunda Üçlər İttifaqının yaranmasına. O dövrdə Almaniya üç tərəfdən böyük dövlətlərlə həm Fransa, həm Avstriya, Macaristan, həm də Rusiya ilə sərhəddə idi. Deməli, Almaniya həm Fransa, həm Rusiya, həm də Avstriya, Macaristan ilə sərhəddə yerləşirdi. Əgər Fransa bu iki dövlətlərdən biri ilə ittifaq qurardısa, Almaniya iki cəbhədə müharibə aparmaq məcburiyyətində qalardı. Ona görə də Almaniya daha tez tərpənir. 1879-cu ildə Avstriya, Macaristan ilə ittifaq qurur. Nəzərə çatdıraq ki, Avstriya, Macaristan imperiyası yaranmışdı 1867, yəni birləşmişdilər Avstriya və Macaristan. Yaranmışdı 1867-ci ildə. Deməli, 79-cu ildə Almaniya, Avstriya, Macaristanla ittifaq qurur və 82-ci ildə bu ittifaqa İtaliyanın qoşulması ilə Üçlər İttifaqı yarandı. Deməli, 79-cu ildə Avstriya, Macaristanla müqavilə imzaladı. 82-ci ildə bu ittifaqa İtaliya qoşuldu. Beləliklə, Almaniya, Avstriya, Macaristan və İtaliyadan ibarət Üçlər İttifaqı yarandı. Elə dünya müharibəsində
Antanta ilə Üçlər İttifaqı qarşı-qarşıya gələcək. 20-ci əsrin əvvəllərində Almaniya Avropada hökmranlıq iddiaları daha da güclənmişdi. Çünki həm Almaniya Osmanlı imperiyasında yüksək nüfuz əldə etmişdi. Eyni zamanda dənizlərdə İngiltərə rəqabətə hazırlaşırdı. 1905-ci ildə Alfred von Schlieffen, yəni Almaniyanın baş qərargah rəisi Alfred von Schlieffen rəhbərliyi ilə Fransa və Rusiyaya qarşı müharibə planı hazırlandı. Bu plan Schlieffen planı adlanırdı. Schlieffen planına əsasən qısa müddət ərzində əvvəlcə Fransanı məğlub eləməlidir. Sonra isə Rusiya ilə müharibəyə hazırlaşmalı idi. Rusiya ilə müharibə aparmalı idi. Deməli, 1905-ci ildə Alfred von Schlieffen Schlieffen planını hazırladı. Qısa müddət ərzində bu plana əsasən ilk öncə Fransa, ardınca isə Rusiya məğlub edilməli idi. 20-ci əsrin əvvəllərində Almaniya sənaye inkişafına görə Fransa və İngiltərəni ötüb keçmişdi. Avropada birinci yerdə idi, dünyada ikinci yerdə idi. Yəni, dünyada birinci yerdə ABŞ, ikinci yerdə Almaniya, üçüncü yerdə İngiltərə, dördüncü yerdə isə Fransa idi. Almaniyadan xaricə kapital ixracı artmışdı. Deməli, Almaniyadan xaricə kapital ixracı artmışdı. Lakin ölkədə sosial narazılıq artırdı. Bu narazılıq aradan qaldırmaq üçün sosial-iqtisadi və inzibati idarəçilik sayəsində islahatlar həyata keçirilsə də tamamilə aradan qaldırıla bilmədi. Deməli, Almaniya 1864-cü Danimarkanı məğlub elədi, 66-cı Sadova döyüşündə Avstriyanı məğlub elədi, 70-ci ildə Sedan döyüşündə Fransanı məğlub elədi, 71 yanvar ayının 18-də Versal sarayında Almaniyanın vahid dövlət halında birləşdirilməsi elan olundu. 1879-cu ildə Almaniya Avstriya Macarıstanla müqavilə imzaladı. 82-ci ildə isə İtaliya ilə müqavilə imzaladı. 1905-ci ildə Schlieffen tərəfindən Schlieffen planı hazırlandı. Plana əsasən ilk öncə Fransa, ardınca Rusiya məğlub edilməli idi. 1815-ci ildə Alman İttifaqı yaradılmışdı. 1866-cı ildə Alman İttifaqı dağıldı, yerində yarandı Şimali Alman İttifaqı. Şimali Alman İttifaqına Avstriya daxil deyildi. Avstriyada 1867-ci ildə Macarıstanla birləşdi, Avstriya Macarıstan İmperiyası adlandı. 20-ci əsrin əvvəllərində Almaniya kapital ixracına görə 3-cü, sənayesinə görə dünyada 2-ci, Avropada isə 1-ci yerdə idi.